Tarixdə bugün 2 fevral 19-cu əsrin ortalarında ABŞ və Meksika arasında münasibətlər tarixə düşən böyük bir qarşıdurma ilə yadda qaldı. 1846-1848-ci illərdə baş verən ABŞ-Meksika müharibəsi regionun taleyini dəyişdi. Müharibə 1848-ci ilin fevralın 2-sində imzalanan Guadalupe Hidalgo müqaviləsi ilə başa çatdı. Bu müqavilə ilə sərhədlər yenidən müəyyənləşdirildi və Şimali Amerikanın siyasi xəritəsi tamamilə dəyişdi. Kaliforniya və Teksas kimi ərazilər zamanla ABŞ-ın güclənməsində mühüm rol oynadı. Bu gün ABŞ və Meksika ticarət, miqrasiya və təhlükəsizlik sahələrində bir-biri ilə sıx bağlıdır. Keçmişdə atılan addımlar bugünkü münasibətlərin əsasını təşkil edir. Tarixin izləri, dünən baş verənlər bu günü formalaşdırır.